Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle bundan önceki videomda da olduğu kimi yumurtadan çıkmış balaca cüce paylaşacağım. Ama bu dəfə gildən hazırladım. Bundan önceki videom fərqli formadaydı. Hansı sizə uyğundursa o formada hazırlaya bilərsiniz. Yenə gil xəmirindən istifadə eləmişəm və bu xəmir haqqında önceki videolarımda ətraflı paylaşmışam ki, necə almaq olar. Evdə özünüz də hazırlaya bilərsiniz. İlk öncə mən yumurtanın qabıq hissəsini hazırlayacağım. Bunun üçün sadəcə olaraq gili bu formada yayırıq. Daha sonra kənarlarına çat olması üçün qırılmış yumurta formasını vermək üçün bıçaqla bir neçə kəsik atacağım. Yumurtamız hazırdır. Daha sonra cücəni hazırlamağa başlayırıq. Əlinizlə təxmini olaraq cücənin bədən formasını verin. Yəni təxmini olaraq deyirəm, çünki vacib deyil. Yumurtanın içəri hissəsində olacaq. Yalnız baş hissəsi bizə lazımdır. Ona görə təxmini bədən gövdə hissəni versəz kifayət eləyir. Cücəmizin dimdiyi üçün balaca bir kardon lazım olacaq, amma diqqətlə baxsanız, kardonu tam üçbucaq deyil. Son bitdiyi hissəni biraz kənar hissələrdən kəsdim. Yarı düzbucaq, yarısı üçbucaq formadadır ki, içəri hissədə daha uzun olsun. Yəni kardonu biraz uzun kəsin ki, çıxmasın gildən. Daha sonra isə yumurtanın içərisinə yerləşdirəcəm. Yapışdırmamışdan öncə hər ehtimala yoxlayıram ölçü olaraq. Və daha sonra cücəni suya batırıb yumurtanın içərisinə yerləşdirəcəm ki, yapışsın. Daha sonra dimdiyin kənar hissələrinin daha yaxşı kardona bərkiməsi üçün əlimizdə bu formada gili daha yaxşı kardon ətrafına yapışdırırıq. Mən əlavə olaraq bir dənə də sınmış yumurta qabığı hazırlayacağım. Tam yumurta formasında deyil, qalan qalıq formasında. Tam quruduqdan sonra boyamağa başlaya bilərik. Dimdik hissə üçün sarı və qırmızı rəngi qarışdırıram ki, narıncı rəngi əldə eləyə bilim. Göz hissəni çox kiçik olduğuna görə diş çöpü köməyi ilə çəkəcəm və dırnaq boyasından istifadə elədim. Adi akrilik boya da olar. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.